Keçirdiyi rəy sorğularına əsasən müəyyən edildiyini bildirdi. Mükafatlananlar sırasında dövlət məmurları, dövlət təşkilatları, beynəlxalq, yerli təşkilatlar, millət vəkilləri, Azərbaycanı xaricdə təmsil edən insanlar, mədəniyyətimizi, ədəbiyyatımızı, musiqimizi, şeir sənətimizi yaradan və yaşadan insanlar da var. Yəni, bu il tam fərqlidir seçimlərimiz. O cümlədən KİV nümayəndələrini biz unutmamışıq. KİV nümayəndələri də var. May ayında keçirilməsində əsas məqsəd də odur ki, may ayında bildiyiniz kimi Ulu Öndərin 87-ci il dönümü qeyd olunur. O cümlədən ölkəmizdə Gül bayramı keçirilir. Bu münasibətlə də istədik ki, tədbirimizi məhz bu ərəfədə eləyək. Həm nominatları bir araya yığaq, toplayaq, həm də bu iki tədbiri bir yerdə qeyd eləyək. Yaxşıların yaxşısı milli mükafatının qalibləri arasında Mətbuatın Dostu nominasiyasında Prezident Administrasiyası İctimai Siyasi Şöbə